Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bu gün sizlər üçün dadı damaqlardan getməyəcək, olduqca dadlı, ləzzətli cavalı döyməcə hazırlayacağım. İnanın xanımlar, bütün döymək reseptlərini geridə qoyacaq bir daddır. Siz də mütləq hazırlayın. Əvvəlcə cavalını yaxşıca yuyuram və bir kənara qoyuram ki, suyu süzülsün. Daha sonra qabın içərisinə doğrayıram, içərisinin tumunu çıxarıram. İstədiyiniz qədər, yəni ölçüdə cavalı götürə bilərsiniz. Cavalını doğradıktan sonra qazanın içərisinə tökürəm. Üzərinə də yarım stəkan su əlavə edib ocaqda vamodda bişirirəm. Qazanın qapağını örtmək lazımdır. Kənarda bir dəstə reyhan və bir dəstə keşnişi yaxşıca yumuşam. Suyu süzüldükdən sonra doğrayıram. Çox da xırda doğramağa ehtiyac yoxdur. Orta qaydada doğranılır. İndi isə 3-4 diş sarımsağı rəndədən keçirirəm. Sarımsaq əzəndən də istifadə edə bilərsiniz. Mən rəndədən keçirdim. Cavallar yavaş-yavaş qaynamağa başlayır. Ara-sıra qarışdırmaq lazımdır ki, qazana yapışmasın. Cavalın öz suyu çıxdıqdan sonra qazanın qapağını örtməyə ehtiyac yoxdur. Cavalı tam qaynağa düşdükdən sonra içərisinə zövqə görə duz, eləcə də şəkər tozu tökürəm. Yenidən qarışdırıram. Rəndədən keçirdiyim sarımsaqları da əlavə edirəm. Sonda isə doğradığım göyərtiləri əlavə edib 1-2 dəqiqə qaynadıram. Üzərinə gələn köpüyünü yığıram. Və ocağı söndürürəm. Qazanı ocağın üzərindən götürürəm. İsti-isti əvvəlcədən yuyub qurutduğum bankaların içərisinə tökürəm. Bankanın kənarını salfetlə silirəm və qapağını bərk sıxıram.
Sonradan bankanı qaynatmağa ehtiyacı yoxdur. Artıq bişmiş döyməcdir. Qışa da çox gözəl qalır. Soyduqdan sonra sərin yerdə saxlaya bilərsiniz. Əziz xanımlar, artıq mənim rəngi də, dadı da gözəl olan döyməcim hazırdır. Əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.